Sevgi hər şeyi düzəldər. Təəssüf olsun, bu da bir Bunu oxuyanda mifdir. şey yapır. Evlən düzələcək. Ya da evlənib hər şey düzələcək, partnyorum düzələcək və s. Təəssüf olsun ki, bu ifadələr, bu inanclar çox zaman bizi və insanı da qeyri-sağlam münasibətdə saxlaya bilər. Gəl burada da qeyd edim ki, məsələn, yetkin olmayan davranışı, aslılığı, daha sonra məsuliyyətsizlik, məsuliyyətsizliyi yalnız sevgi ilə qaldırmaq və ya düzəltmək mümkün deyil. Bunun üçün insan hərəkət etməlidir, qərar verməlidir ki, mənim davranışım düzgün deyil, və bunun üçün mən addımlar etməliyəm. Bəli, bu prosesdə biz öz partnyorumuza dəstək ola bilərik də, amma yalnız dəstək formasında ola bilər də. Biz onu xilas edə bilmərik, dəyişə bilmərik. Və özü də xilas olmaq istəyirsə. Bəzən xilas olunmağı gözləyir səndən. Okey də, dilə gətirirsə, mən sənə bunu edərəm, amma